Bugünkü suallarımız hər ikisi integrala aiddir. Bugün müzakirə edəcəyimiz yol əslində çox da rast gəlinməyən, amma belə sualların hamısını həll etməyə kömək edəcək yollardan biridir. Deməli, birinci sualda bizə deyir ki, integral qeyri-müəyyən integraldır. 4 sinus kubu x, kosinus x dx hesablamamızı istəyir. Belə baxanda ilk baxışda həll etmək mümkün deyilmiş kimi görsənir. Həqiqətən də dx üzərindən həll etməyə çalışsaq çox çətindir ya da ki mümkün deyil, amma biz burada argumentimizi x-dan daha fərqli bir şeyə keçirməliyik. Məsələn, mən burada sinus x-a bir dənə u deyirəm. U hər hansı bir dəyişəndir. İndi törəmə alanda sinus x-in törəməsi bizdə eləyəcək kosinus x. Törəmə həmişə yazanda dx-la yazmalıyıq. U-dan da törəmə alanda 1 eləyir. Törəməni də təyin eləmək üçün du yazırıq. Onda bizdə mən həmin öz integralımı üstə verilən integralı altdakı şərtlə əvəz etməyə çalışacağım. Deməli, sinusun yerinə u demişəm yazaq. 4 u-nun kubu vur. Kosinus x dx-i də mən buradan tapdım ki, du-ya bərabərdir. Vur du. İndi gördüyünüz kimi bu integraldan çox da asan bir şəklə keçdik. 4u kubu da nəyin integralıdır? U üstü 4-dür. U üstü 4 üstü gəl sin. İndi u-nun da yerinə əvvəldən təyin elədiyim ifadəni yazıram. Sinus x üstü 4 üstü gəl s. Deməli, çətin görsənən bir integrala əvəz etməklə çox sadə şəkildə yazdım. İndi ikinci sualda eyni prinsiplədir. Burada amma bizdən müəyyən integraldır. Deyək, 0-dan pi-yə müəyyən integral sinus x, y üstü kosinus x dx hesablamamızı istəyir. Bu dəfə də mən y üstü kosinus x-a bir dənə u deyirəm. Törəmə alıram. Y üstü nədən törəmə alsam özü qalır. Vurulsun kosinus x-in törəməsi. Vur dx bərabərdir. U-dan törəmə alanda 1 eləyir. Bu dedik du. İndi kosinus x-in törəməsi bizdə nə eləyəcək? Mənfi sinus x. Mənfini qarşıya atıram. Y üstü kosinus x vur sinus x vur dx bərabərdir du-ya. Deməli, mənfini silsəm, digər tərəfə atsam, du-nun qarşısına atsam, məndə integralın içində olan ifadəni bütün şəkildə almışam. Y üstü kosinus x, sinus x və dx. Deməli, həmin ifadədə sadəcə pi bu sərətləri saxlamaqla, sərətlər əslində u-ya görə dəyişməliyik, amma soran işidir. Deməli, burada yazacağım mənfi du. Mənfi du da nə deməkdir bizdə? Mənfinin də bilirik ki, sabit olduğuna görə integraldan kənara çıxara bilərəm. Mənfi qarşıda qalır. Pi-dən 0-a. Du nəyin integraldır? U-nun. U-nun da yerinə gətirib, əvvəldən təyin edədiyim y üstü kosinus x-i yazıram. Bu da bizdə eləyəcək, mənfi qarşıda qalır. Y üstü kosinus pi. Kosinus 180-də mənfi 1 alır. Y üstü mənfi 1. Çıx. Y üstü kosinus 0. 0-da 1 alır, o da eləyir y. Deməli, bizdə nə eləyəcək bu? Y çıxılsın 1 böl y. Ortaq nəql istəyirsən, y kvadrat çıx 1 bölünsün y. Deməli, yekun cavabımız budur. Biz burada nə etdik? Bayaqki sualla eyni prinsipdə y üstü kosinus x-a u deyirəm. Daha sonra bu verilən ifadənin hər iki tərəfindən törəmə alınmaqla əvəz edib yerinə qoyub qiymətini yazıram.